Əmir bəy hamı tanıyır. Çox gözəl araşdırmaçıdır. Axtarır hər şeyi. Qaza çıxardır, ortaya çıxardır, qoyur. Hər şeyi faktına. İcazə, tanıyaq bilmirəm də azıqlıdır. İcazə verir. İzləyirəm, bu nədir xalət? Azıq qrupların ki, həmişə saytlarında çox güclü fəaliyyət edirlər və tamam informasyonları yayındırırlar. Sərf edirlər, həqiqətən demək lazımdır ki, dişlə, dırnaqla indiyəcən bu şeyi faal saxlayıb və saxlayacaqsınız inşallah bundan da sonra. Əmir bəy, buyurun, biz ürəkdən könüldən istəyirsiniz. Güzel dedikləriniz nələr olmuş olan 10% olsam nə mutludur. İlk öncə salamlayıram hörmətli yoldaşlar, əziz iştirakçıları və öz minnətdarlığımı bildirirəm Azər xanım sizdən və belə başqa dəyərli bu toplantını quranlardan. 21 Azər 1324-cü ildə qurulduğu milli hökumətimizin yadı əziz olsun və ayrıca itirən İki əsgərlərimizin də yadları əziz olsun, başımız sağ olsun. Məndən öncə dəyərli ziyalılarımız, əziz qonaqlarımız, hörmətli böyük üstadlarımız danışdılar və çoxlu müştələrə toxundular. O üçün də artıq mənə o qədər söz qalmadı. Ayrıca izin versəz iki məsələ ilə sözünə başlayırım. Birincisi, hər zatdan öncə bunu deməliyik və qeydə almalıyıq ki, Güney Azərbaycanda indi minlərcə bizim vətənsevər insanlarımız var, milli fəallarımız var ki, fəaliyyət ellər, canların əllərinin ovuzuna qoyub İran rejiminin qarşısını dururlar. Onlardan birisi Sayın Murtuza bəy Muradpurdular. Murtuza bəy Muradpur indi bugün, yəni insanın dediyində də belə içi titrəyir, 47-ci aclıq aksiyası günündədir. 47 gündür Murtuza Muradpur bəy məndən gəncdir, hətta mən 31-32 yaşım var, yəni gənc olaraq ölüm-dirim savaşındadırlar və sadəcə istəkləri nədir? Budur ki, Murtuza Muradpur bəy neçə il həbsə məhkum oldular, sadəcə istəyi budur, mənim həbsim qutulub, məni buraxın dostluqdan çıxım eşiyim. Yəni, İran hakimiyyəti gəlib oraya çatırdı ki, artıq bizim milli fəalımız həbsin qutarıb da, artıq onu buraxmır. Yəni, öz verdiyi məhkəmə qərarını belə qəbul eləmir. Və artıq 47 gündür ki, acı aksiyasındadır və hər ləhsə ola bilər vətənimiz üçün yeni bir şəhidimiz olsun. Onun da xatırımızda qeyd etmək lazımdır. İkincisi, hörmətli İlmirə xanımın işarə etdiyi qonu məncə də çox önəmli bir qonudur ki, bu şəhərdə bu qədər Azərbaycanlı, güneydən olsun, quzeydən olsun var ikən, nədən bizim toplantılarımız çox yavaş-yavaş genişlənir. Bəzən toplantılarımız 10-15 nəfərdən olur, amma bəzən də çox geniş olanlar 20, 30, 40 nəfər maks. Bunun özü çox böyük bir araşdırma istəyir. Yəni, digər əyləşər, oturaq, olsun saatlarla danışaq, səhv bizdənmi, səhv mediasızlıqdanmı, harada biz səhv eləmişik ki, toplantılarımız buna çox genişlənmir. Yəni, buna biz bir çarə tapmalıyıq. Bu çarəni tapmasaq, ayrıca elə bu dövrdə biz olacaq, tamam yeni nəsil qatılacaq, amma çox az qızdır. Sağ olsun, Elmira Xanşörlükdən uğuladılar. Bayraq Qonya 26 Azər 1325-ci ilin cənayəti. Bu cinayət o qədər böyükdür. Kitablandırmaq tamamilə hüquqa baxaraq ayrı ölkədən gəlmiş olar ya olmaya, onlar başqa məsələ. Amma dünyanın heç bir yerinə siz getsəz, kitab yandırmağı heç bir formada qəbul edə bilməzsiniz. Elə dini baxımdan baxsanız, Quran var, onun əleyhinə ayət şeytani yazılıb. Yəni ona gitsək, biz hamma haqqı ola bilər ki, hər bir kitabı yandırsın. Kitab yandırmaq mədəniyyətə qarşı ən böyük cinayətdir. Heç bir yerdə biz kitabı yandıra bilmərik. Və bu cinayət böyük olduğu üçün İranın rəsmi, qeyri-rəsmi, Pəhləvi zamanı bu rejim bilə heç bir yerində siz tapa bilməzsiniz. Bu nöqtəyə işarə olunur. Tamam, Şah rejimi deyir ki, mən girdim Azərbaycana, az adam öldürdüm, neçə nəfəri öldürdüm, 100 nəfər, amma qəbul edir ki, öldürdüm. Nə üçün bölücüydülər, onlar öldürdü. Bu rejimdə deyir ki, tamam, yəni sizdən mübarizə edirəm, amma heç bir kəs İran adlanan ölkədə bunu qəbul eləmiş. 26 Azərdə kitab yandırılıb, o səviyyədə yandırılıb.
üstün də vurulur. Niyə? Çünki cinayət hər iki rejimin ovucunu açır. Nə mənədir ovucunu açdığı zaman? Yəni, nə biz görürük? Türkçülüğə qarşı mübarizə. Və o üçün də təməlini qoyur ana dili üçün. Ana dilinin təməlini qoyur və ana dili ilə mübarizə eləmək istəyir. Ana dili harada özünü göstərir? Ana dili kitablarında. Bu rejim 1357-ci il, mən şəmsi ilin deyirəm, gəlir, dəyişilir, İran hakimiyyəti, yeni rejim gəlir və bütün Pəhləvi devrin, Pəhləvi dönəmindən ayrı istir özünü göstərsin, bütün Pəhləvi olan zamanların hamısına qarşı çıxır. Yəni deyir, nə bilim, şahçılıq müxalifə, ariyaçılıq müxalifəm, tamam olaraq türkləri təxliyə edilir müxalifəm. Amma yəni buranın hamısına rəğmən, gəlib o da bunun üstün vurmur. Niyə? Üçün bilirlər. Türk milləti Azərbaycanda güneyindən söhbət edilir. Ayağa qalxdığı zaman heç bir güc onun qabağını ala bilməz. Ana dili, yəni burada bəzi söhbətləri biz də lazım gərəkmir ki, biz açaq. Ana dilinin önəmindən, nə bilim, ana dili nə üçün önəmlidir, bunları hamımız bilirik. Və o üçün də lazım deyil buna toxunaq ki, İran hakimiyyəti nə üçün gəlib, İran hakimiyyəti dediyimizdə iki rejimi də qəsd edir. İran hakimiyyəti nə üçün gəlib ana dilinə qoymaq qoyur. Biz 26 Azəri qeyd edirik, amma bu o demək deyil ki, indiki hakimiyyətdə də bu 26 Azər davam etmir. Davam edir, ayrıca çox da güclü davam edir. Şah dönəmində biz gəlib oraya çatdıq ki, sonuc, yəni rejim gəlir, şah bundan üzləşdi ki, Güney Azərbaycanda, Azərbaycanın güneyində bir hükümət qurulur və qurulmaq istəyir. Və də onunla gələ savaşasın. Açıq savaşa gidir. İran rejimi, İslam İran rejimi indi bu səhvi eləmir. Bilir də, indi ələn o zaman deyir ki, kitabı gəlib açıq yandırasan. Üçün həm millətdə o qədər güc var. Sayın Əcdə bəy, mənim sözlərimin çox-çoxsun zəhmət çəkib deyirlər, üzəliklə son bölümlərində də mənə söz almadım. Güney Azərbaycanın gücü indi ortadadır. Və bu gücü bildikdən sonra sən gəlib də kitabı açıq yandıra bilməsən. Onun üçün nə edirəm? Yavaş və yumuşaq siyasətlə kitabları yandırıram. Bu nə demək? Bir, Azəri termini qoyuram. İndi bu Azərbaycan qalsın Azəri termini nə demək? Amma bizdə türk silmək üçün Azəri sözünü qoyuram. Türklükdən həsb edirəm. Azəri dediyimdə ana dili, Azəricə dil nə mənə deməkdir? Farsla, yəni Farsın bir ləhcəsi olaraq gəlir. Ana dilini həsb edir. Və bu davam edir. Hər bir totaliter hakimiyyət baskı üstünə gəldiyi zaman iki seçeneği olur. Yəni, narizayəti biz dediyimizdə, ya rahatsızlıq olanda millət tərəfindən iki seçenek qarşısında olur. Bir, gəlir o narizayətliklər, yəni rahatsızlıq olan bölümləri azaldır. Məsələn, demokratiya yoxdur, demokrasi verir, nə bilim, siyasi azadlıq yoxdur, siyasi azadlıq verir, ekonomini düzəldir. Ya bunu eləyir, ya da ikincisi, gəlir daha da şiddətlə mübarizə edir fəallar. İran hakimiyyətdə indi o səmtlərdir. Yəni, bir, gəlir şiddətlə mübarizə edir, amma ikinci bölümdə azadlıq verə bilməz. Çünki azadlıq verilsə, parçalanır. O üçün gəlir nə edir? Müvazi hərəkət yaradır. İndiki əlan siz yəqin eşidirsiniz ki, İranda indi parlamanda Türk fraksiyonu yaranır. Bu Türk fraksiyonu dediyimizdə adda 100-dən fazla Türk adaylar var, listəsi hələ verilməyib. Bəncələrdə belə 26 nəfərin adı var, amma toplasan 70 nəfər falan vardır. Bu Türk fraksiyonu yaradır. Bundan öncə də biz görmüşdük seçkilər zamanı Ruhaninin verdiği vədlər və bu doğrultuda gedir. Bu doğrultuda getmək nə anlamındadır? Buraya gətirib çatdırmaq istəyir bu hakimiyyət ki, sən öz kimliyində dayansan, sonra gedib istiqlaliyyətə çatmaq istəsən, sənlə kəsib-biçib dilinlə danışacaq. Murtuza Murad 47-ci gün acıq aksiyasındasan, olsun əslən 470-ci gün. Önəmsəndir. Yəni, orada şiddətlə tuturam, amma gəlim ayrı bir yolda qoyuram. Bu yolla nədir? İran çərçivəsində sən sənə dil verirəm, təmamiyyət ərzi dediyimizi sən qoru, sən sənə fraksiyon yaratmışam, gəl çalış. Və bu çox-çox təhlükəlidir. Nə üçün təhlükəlidir? Üçün bundan qabaq da xidmətinizdə olduğumuz bəzi yoldaşlarda söhbətlər demişdir. Türk milləti çox demokrat bir millətdir. Tarix boyu biz bu demokrat olduğumuzdan kötək yemişik. Çünki demokrat olduğumuz üçün sanmışıq demokrasiya, yəni özgəni özündən qabaq bilmək.
Bu demokrasi deyil. Torpağıma göz dikən düşmanımdır. Hüviyyətime göz dikən düşmanımdır. Bu qədər basit, bu qədər sadə. Amma bizi dəfələrcə yolladıqlar ki, alaca sən İranı demokratikləşdir, sənin haqqını verəcək. Elə şah zamanında oldu. Xiyabanədən tutun, pişəvərinin də gəldilər, 2-ci 6 ayını yallatdılar, Qəvanla Musul mübahisələrində ki, sənin haqqını verəcək, o İran çox gözəl olacaq, sən gəl, hələ gəl günə. 57-ci ildə də verirlər. Və indi də yenə başlanır. Çünki İran çalxalanmaqdadır, bu gəlsə. Dünən İran istiqlalən traktor oyununda Azərbaycan bayrağı çıxdı. Gördünüz də əkizləri. Millət qaldırıb bunu. Yəni bu milləti dayandıra bilməzsən. Yəni bu milləti sən yarataya bilməzsən ki, mən kəsəcəyəm, biçəcəyəm. Və o üçün kəsmə pişmə qalsın, öncülləri tutmaq, amma yeni bir yol dayadır, qoyuqalığa. Və biz buna çox-çox diqqətli olmalıyıq. Sözlərimi yekunlaşdırım. Ümid edirik ki, bundan sonra da bu toplantılar devam etsin. Güney Azərbaycanda gerçəkdən çox gözəl bir durumdur. Həm birlik var milli fəallar arasında. Bir zamanlar vardı Ərdəbil şəhəri, Təbriz şəhərində ayrı seçkilik və başqa şəhərlərdə. Amma indi Həsən bəy Dəmirçi 2 həftədən bir Abbas bəy qonaqdılar, Abbas bəy Təbrizə gəlib qonaq oldular. Bütün şəhərlərdə var bu birlik. Və elə bu gün özəlliyi də bu Güney Azərbaycanda 21 Azər və 26 Azərdə ki, ana dilində olan kitablar ki, indi vardılar, millət bir-birlərini hədiyyə verir. Və bu çox-çox gözəldir. Bu baxımdan qorxumuz yox. Sadəcə təkcə qorxumuz buradandır ki, bizi millətimizi inhirafi, cızma xəttlərə, ayrı xəttlərə yön verirsinlər. Və bu siyasi fəalların görəvidir. Onu açıqlasınlar. Dəfələrcə vurğulasınlar ki, bu yola biz bir dəfə getməyək. Keçmişdə səhv eləmişik, dəfələrcə səhv eləmişik. Daha o zaman dəyik biz bu səhvi bir dəfə eləyək. Əgər İran dağılırsa, biz bu səhvə giririksə, Azərbaycanın güneyi bir dəfəlik nəzərdən almalıdır ki, silinəcək. Kürdlər də göz dikir, Farslar da göz dikir və bizdən bizzat qalmayacaq. Bu səhvi biz etməliyik. Ümid edirəm ki, bunun üstünə artıq sonra da ziyalarımız tərəfindən söhbət olsun. İnşallah ki, vaxtından çıxın. Hocam, çox sağ olun.